Bugün biz dim toplu ikinci hissədən belə bir maraqlı suala baxacağıq. Deməli, sualda deyilir, sxema əsasən RAB müqavimətini 10-la hesablayın. RAB deyəndə, yəni sxemin ümumi müqavimətini istəyir bizdən. Hər bir rezistorun qiymətini 3 ohm verib. Burada bir də yarım keçirici diod var. Bu yarım keçirici diod yazıb idealdır. Diod ideal deyəndə, yəni onun müqavimətini nəzərə almır, sıfırdır. Və biz nəyə baxırıq? Biz bilirik ki, cərəyan müsbətdən mənfiyə doğru gedir. Biz bunu işləyərkən hərfləndirmə metodundan istifadə edək və bu arada da hərfləndirmə metodunu da öyrənmiş olarıq. Bir təpə nöqtədən başlayaq, bura deyək A hərfi və cərəyan keçən naqillərə baxırıq. Görürük ki, birincidən cərəyan keçir, amma heç bir müqavimət yoxdur. Heç bir müqavimət yoxsa hərfi dəyişmirik. Bu da A hərfi qalır. Sonra yuxarıdakına baxırıq. Yuxarıda da diod var, lakin bayaq dedik axı diod idealdır. Diod ideal olduğuna görə o müqavimətlə nəzərə almırdıq. Müqavimət olmadığına görə elə bu biri təpə nöqtəyə kimi də buranda A hərfi adlandırdıq. İndi aşağıya baxırıq. Cərəyan keçir, amma müqavimət var. Müqavimət varsa biz hərfi dəyişməliyik. Burada hərfi dəyişirik, eləyirik B məsələn. Sonra B-dən sonra baxırıq, bir dənə də müqavimət var. Deməli, onda yenə hərf dəyişir, olur C. Cərəyan keçir, qalxırıq yuxarı, heç bir müqavimət yoxdur, S olaraq qalır. Zaten A ilə S-nin arasında bir müqavimət var yuxarıda, amma zaten bunlar dəyişmişdir. A fərqli, S fərqlidir. Burada da A ilə B-nin arasındadır. Zaten bunlar da fərqli bir adlardır. İndi 3 hərfin burada meydana gəldi. Biz indi nə edirik burada? A, B, S yazdım. İndi baxıram. A ilə B-nin arasında, gəlin burada S-ni fərqli verək, elə yaşılla S. A ilə B-nin arasında məndə var 2 dənə. Bax, biri buradadır, biri də buradadır A ilə B-nin arasında. Birini çəkdim, digərini də çəkirəm. Digərini də çəkirəm. Çəkdim. İndi B ilə S-nin arasına baxıram. B ilə S-nin arasında bir dənə varımdır. Bir dənə varımsa, deməli mən bura nə edirəm? Bir dənə yerləşdirdim və birləşdirdim bura. İndi baxıram, bir dənə də qaldı nə? A ilə S-nin arasında. A ilə S-nin arasına da gətirirəm. Bir dənə müqavimət birləşdirdim. Və hər biri bunun 3 ohmdur. 3 ohmdur. 3 ohm olduğuna görə birinci başlayıram çoxdan. Bunlar ikisi bir-birinə paraleldir. Paraleldə bilirdik ki, biz R böl 2'dir. Yəni 3 böl 2 o da eləyir 1/5. Bu 3 böl 2 ilə bu birisi 3, ikisi, bunlar ikisi bir-birinə ardıcıldır. Ardıcıl onda nə edirik? Toplayırdıq. 3 böl 2 üstə gəl 3. Bu da mənə nəyi verir? 2-də 9'u. Və yuxarıda oldu bir dənə 2-də 9. Burada yazım. Bu 2-də 9. Aşağıda da bir dənə 3'üm var. Bunlar bir-birinə paraleldir. Paralel olanda mən necə işləyirdim? Paralel olanda 2'də 9 vur 3 bir-birinə vururdum. Sonra bölürdüm onların cəminə. Bunu da işləsəm olur. Yuxarıdakı olur deməli 27 böl 2. Aşağıdakı olur 2'də 15. Tərsinə çevrilir 2 15. Bunlar getdi. Bunları da mən 3'ə ixtisar etsəm 9 5. Cavabım olur 1/8 ohm. Ümumi müqavimətim 1/8 ohmdur.